Bugünkü efirimizin qonağı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadiyyat məsələləri üzrə ekspert Vüqar bəy Oruc. Vüqar bəy, artıq aylardır bu məsələ bütün insanları narahat edir. Torpağın və evlərin sənədləşdirilməsi məsələsi. Çünki sənədləşdirilməyən evlərin kommunal xidmətlərdən istifadəsi xidmətləri kəskin şəkildə dayandırılır və ona görə də xüsusən də Bakı kəndlərində, Bakı ətrafı rayonlarda, Bakı ətrafı yerlərdə həyət evlərində yaşayan şəxsləri daha çox bu məsələ düşündürür. Hansı qanunlar əsasında və hansı sənədlər əsasında torpağın və evin sənədləşdirilməsi məsələsi əsas yer tutur. Bir də o sənədlər ki var, onlar bələdiyyə sənədləri üzərində təsdiqlənir, yoxsa məsələn hansısa bir zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş çıxarış əsasında sənədlər təsdiqlənir. Bu insanları çox narahat edir. Bilirsiniz, Dövlət Əmlak Reyestri tərəfindən verilmiş çıxarışlar vətəndaşların mülkiyyət üzərində hüquqlarını təsdiq edir. Və yeganə sənəd növüdür ki, reyestr tərəfindən verilmiş çıxarışlara malik olan şəxslər həmin əmlakı belə deyək, istifadə edə bilər, onunla bağlı sərəncam verə bilər, onunla bağlı qərarlar verə bilər və onun mülkiyyəti hesab oluna bilər. Və hal-hazırda sənədləşməmiş 600 mindən çox ev və torpaqlar var. Bu çox böyük bir rəqəmdir, təbii ki. İlk növbədə problem nədədir? Əgər biz vətəndaşlardan vergi alaraq dövlətin büdcəsini bu istiqamətdə daha da işlək hala gətirmək fikrindəyiksə, ilk növbədə bu evlərin sənədləşməsi məsələsi həll olunmalıdır. Çünki hər bir sənədləşən ev özü bir vergi subyektidir və daşınmaz əmlaka görə verilən vergilər əgər sənədləşmə uğurla nəticələnirsə, məhz büdcəyə yönələcək. Bu baxımdan müvafiq strukturlar maraqlı olmalılar ki, həmin o 600 mindən çox ev sənədə sahib olsun və həm vətəndaşların bu sənədsiz evlərdə yaşamaq problemi həll olunsun, həm əmlak reyestri formalaşsın ki, biz 30 ildən artıq müstəqil bir dövlət kimi fəaliyyət göstərsək də təəssüf olsun ki, əmlak reyestri tam indiyə qədər formalaşmayıb. Və dövlət, hər bir dövlət qanuna uyğun şəkildə öz ərazisində olan əmlakların siyahısını, onların sahəsini, onların sahiblərinin kimliyini bilməlidir. Təəssüf olsun ki, hələ bu sistem Azərbaycanda formalaşmayıb, amma bu istiqamətdə müvafiq addımlar atılır. Mən düşünürəm ki, dövlətimizin prioriteti gələcəkdə bütün sənədsiz evlərin sənədlə təmin olunmasıdır. Amma bir şərtlə, əgər həmin ev müəyyən yüksək gərginliyə malik elektrik enerjisi, elektrik xətlərinin olduğu ərazilərdə yerləşmirsə və yaxud da ki, qoruq sahəsində, meşə təsərrüfatı sahəsində deyilsə, yaxınlarında strateji əhəmiyyətli obyektlər yerləşmirsə və torpağın altında kommunikasiya xətləri keçmirsə, yəni bu cür yerlərdə qanuni şəkildə tikilmiş evlər hamısı sənədləşməlidir və vaxt gəldikcə müəyyən müddət ərzində bu proses baş verəcək. Amma çox təəssüf olsun ki, bəzi qurumlar müəyyən süni əngəllər də yaradırlar bu prosesə və yaxud da ki, bildiyimiz kimi hərəkətsizliyin özü bir növ hüquq elmində cinayət hesab olunur bəzi hallarda. Yəni, çalışmaq lazımdır ki, bu proses daha tez baş versin və həm ölkə vətəndaşları öz yaşadığı evlərin sənədlərinə qovuşsunlar, həm də eyni zamanda bayaq qeyd etdiyim kimi daşınmaz əmlak reyestri formalaşsın. Məsələn, bugün bildiyiniz kimi Cənab Prezidentin verdiyi sərəncama əsasən bələdiyyə torpaqları qiymətləndiricilər tərəfindən qiymətləndirilərək vətəndaşlara satılır və vətəndaşlar torpaq sahibi olur. Bu çox böyük mütərəqqi bir addımdır və təbii ki, bütün vətəndaşlar bu addımdan razıdırlar, təqdir edirlər. Amma torpaqların rəsmiləşməsində müəyyən bariyerlər var.
müvafiq dövlət qurumları var ki, son həddə heç bir hüququ olmadan maneələr törədirlər. Vətəndaşların torpaq almasında problemlərə səbəb olurlar. Bax, bunlar aradan qaldırılmalıdır. Bütün cəmiyyət Cənab Prezidentin verdiyi qərarların və apardığı siyasətin arxasınca getməyi bacarmalıdır. Ona bu xəttin həyata keçirilməsində dəstək olmalıdır. Problemlərin meydana gəlməsinə, süni əngəllərin yaradılmasına çalışılmamalıdır. Çünki vətəndaş torpağa sahib olmalıdır. Bu bir. İkincisi, bələdiyyələr illərdən bəri ciddi şəkildə strukturlaşa bilmirlər, formalaşa bilmirlər. Əgər vətəndaş müvafiq torpağı alırsa və bələdiyyənin hesabına müəyyən məbləğ köçürülürsə, bu bələdiyyələrin özünü maliyyələşdirmə, özünü idarə etmə, habelə bələdiyyələrin yerləşdiyi ərazilərdə müvafiq fəaliyyətin göstərilməsi üçün şəraitin yaradılması deməkdir. Çalışmaq lazımdır ki, bələdiyyələrin büdcəsinə pul axını olsun, eyni zamanda vətəndaşlar torpaq sahibi olsun və ölkə vətəndaşları aparılan siyasətdən razı olsunlar, narazı olmasınlar. Təəssüflər olsun ki, bir çox hallarda tamamilə başqa məqsədlərlə bu prosesin qarşısı alınır və Azərbaycan qiymətləndiriciləri də bu prosesdə əsas qüvvələrdən biridir ki, onlar vətəndaşların əmlakla təmin olunmasında qiymətləndirmə fəaliyyətini həyata keçirərək yardımcı olurlar və qiymətləndiricilərin bu istiqamətdə fəaliyyəti təbii ki, təqdir olunmalıdır. Və hesab edirəm ki, infrastrukturun və iqtisadi sistemin, ekosistemin vacib elementlərindən biri olan qiymətləndirmə fəaliyyəti daha geniş spektra sahib olmalıdır. Hər addımda biz çalışmalıyıq ki, iqtisadi fəaliyyətlər zamanı mütləq qiymətləndirmə həyata keçirilsin. Bir bina tikilirsə, həmin binaya sərf olunan xərclər qiymətləndirilməlidir. Proqnozlar verilməlidir. Həmin binanın nə qədər faydalı ola biləcəyi müəyyən olunmalıdır. Və yaxud da ki, bir biznes yaradılırsa, həmin biznesdən əvvəl müəyyən proqnozlar verilməlidir. İnvestisiya qoyuluşu ilə bağlı qiymətləndirmə fəaliyyəti həyata keçirilməlidir. Hər bir müəssisə, hətta hər bir vətəndaş öz əmlaklarının qiymətləndirilməsində maraqlı olmalıdır. Necə ki, hər il qanuna uyğun olaraq müəssisələr öz maliyyə fəaliyyətlərinin zəif və güclü tərəflərini aşkar eləmək üçün audit xidmətindən istifadə etməlidirlər. Belə bir qanun qəbul olunmalıdır ki, düşüncəmə görə qiymətləndirmə fəaliyyəti də zəruri olmalıdır, məcburi olmalıdır. Hər bir müəssisə hər ilin sonunda öz fəaliyyətini, öz əmlaklarını, öz əsas aktivlərini, öz əsas vəsaitlərinin qiymətləndirilməsini təmin etməlidir. Çünki əgər adicə bir ailədən götürək, bu ilin sonunda hər bir ailə öz ötən ilki fəaliyyətini müzakirə edirsə, növbəti ilə müəyyən planlar tərtib edirsə, müəssisə də o cür fəaliyyət göstərir. Müəssisə də bilməlidir ki, onun ötən ili hansı belə deyək, problemlərlə keçibdir, hansı irəliləyişlər olubdur və gələcəkdə planlaşdırdığı, həyata keçirməyi qərarlaşdırdığı istiqamətlərdəki addımlar nəyə səbəb ola bilər? Yəni, bütün bunlar qiymətləndirmə fəaliyyətinin əslində istiqamətləri olaraq həyata keçirilməlidir. Qiymətləndirmə sisteminə böyük yer verilməlidir. Çünki əgər biz maliyyə hesabatlığından, biz şəffaflıqdan və hər bir istiqamətdə xərclərin optimallaşdırılmasından və qənaət büdcəsindən söhbət ediriksə, mütləq qiymətləndirmə fəaliyyətinin burada özünə məxsus rolu olmalıdır və əksinə bu qiymətləndirmə fəaliyyətini biz küncə sıxışdırmaqla, ona problemlər yaratmaqla ölkə iqtisadiyyatına zərər vurmuş oluruq, ziyan yaratmış oluruq. Ona görə düşünürəm ki, qiymətləndirmə fəaliyyəti iqtisadi proseslərin gələcək inkişafında özünə məxsus yeri olan bir fəaliyyətdir və bu gün bizim ölkə iqtisadiyyatının qarşılaşdığı problemlər olmasın deyə məhz bizim sahəyə çox böyük imkanlar açılmalıdır ki, həmin imkanlar nəticəsində ölkə iqtisadiyyatının davamlı, eyni zamanda hesablanmış, proqnozlaşdırılmış inkişafını
təmin etmək mümkün olsun.